Salam əziz tələbələr, mən Babək Yaqubov. Bugün mən sizə cədvəllər mövzusuna aid, xüsusən də riyazi cədvəllər mövzusuna aid, çünki burada toplama işarəsi var, asan bir sualın izahını verəcəm. Deməli, ilk öncə siz başa düşməlisiniz, cədvəlin oxunuşu necədir? Bu cədvəldə müəllif bizə nə demək istəyir? Birinci baxırsınız bura. Əgər cədvəlin bu hissəsində toplama ya da vurma işarəsi varsa, bu riyazi cədvəldir. Yəni, bizim riyaziyyatdan bildiyimiz adi tənlik həll edəcəyimiz cədvəldir. Riyazi cədvəlin oxunuşu necədir? Baxmalıyıq kəsişmələrə. Məsələn, B ilə A-nın kəsişməsi A vurset AC-dədir. B ilə A-nı kəsişdirəndə, yəni AC B-nin sətrində yerləşir, A-nın üstündə yerləşir. B ilə A-nın kəsişməsi AC-dir. Bu o deməkdir ki, B və A ədədlərinin cəmi, buradakı işarəyə baxırsınız, AC-yə bərabər. B ilə A ədədlərinin cəmi A vur C-yə bərabər. Keçirəm bura. Bəs 8A hansı ədədlərin kəsişməsində durubdur? Fikir verin, B ilə B-nin kəsişməsində durubdur. Yəni, cədvəli oxuyanda 8A-nın ən soluna baxırsınız. 8A olan sətrin ən soluna baxırsınız B. 8A olan sütunun ən üstünə baxırsınız B. B ilə B-nin cəmi 8A-dır. Sualın oxunuşu budur. B ilə B-nin cəmi 8A-dır. Və sən bu tənliyi həll edib C-ni tapmalısan. Bizdən orada C-ni soruşur. Təbii ki, orada biz riyazi biliklərimizdən istifadə edəcəyik. B üstəgəl B 8A-dırsa, deməli 2B bərabərdir 8A-ya. Onda mən 2B 8A-dırsa, 1B-ni tapmaq üçün 8A-nı 2-yə böləcəm. 8A-nı 2-yə böləndə eləyir 4A. 8A-nı böləcəm 2-yə, B eləyəcək 4A. B 4A-ya bərabərdirsə, əvəzləmə eləyəcəm. B-nin 4A qiymətini gətirib burada yerinə qoyacam. Yəni, buradan B-ni siləcəm. B-nin yerinə, B axı 4A-dır. 4A-nı yazacam. Və başlayacam bu tənliyi həll etməyə. 4A üstəgəl A eləyir, buranı yuxarıdan yazacam. 4A üstəgəl A eləyir 5A. Bərabərdir A vur C. O da uşaqlar, bərabərliyin hər tərəfində vur A varsa, burada 5 vur A var, burada da C vur A var. Hər iki tərəfdə də vur A varsa, A-lar ixtisar gedir. A-ları ixtisar edəcəm və biləcəm ki, 5 bərabərdir C-yə. Yəni, sistem tənliyi bu qayda ilə həll edəcəm. C bərabərdir 5-dirsə, fikir verin, elə bizdən də onu soruşur. C nəyə bərabərdir? 5. Deməli, sualın cavabı C variantıdır. Diqqətiniz üçün təşəkkür ederim.